Değerli insanlar, əziz tamaşaçılar, bugünkü müsahiblərimiz Qərbi Azərbaycanın Dərələrzi mahalının, Keşkənd rayonunun Qaraqaya və Güldüz kənd sakinləridir. Bunlar Şəki rayonunun Daşbulaq kəndində yaşayırlar və kompakt şəkildədirlər. Nəzərə aldıq ki, bugün bunlarla bir müsahibə aparaq və bunların da niyə bura gəldikləri, nə üçün gəldikləri haqqında bu fikirlərini öyrənək. İlk müsahibimiz Hüseynov Yaqub Cabbaroğludur. Yaqub ki, neçənci ildə anadan olmuşsunuz? Hardan anadan olmuşsunuz? Necə olub bura gəlib çıxmışsınız? Bunlar haqqında bir məlumat verin. 1941-də anadan olmuşam, Ermənistan'da, Qaraqaya. Dərələrzi mahalında. Haberi ermənilərlə bizim aramızda çətinləşəndən sonra onlar da özlərini ara düşəndə dəyişirdi. Bir belə yumruqda atırdı. Sonra nəysə yavaş-yavaş baxdım ki, oğlan deyil, uşaqlar da böyüyür. Dedim, arada bir haqq hesab baş verər. Nəsə köksüm gəldim. Deməli, bura sizin gəlməyinizdə bir səbəb oldu da? Səbəb oldu ki, ermənilərlə yumruq atırdıq bir-birə. Onlar deyir ki, axırı sizi buradan çıxartacaq. Siz burada qalansız görürsünüz. Bəs orada sizin özünüzün evləriniz vardı, yaşayırdınız. Evlər necə oldu? Evlərimiz elə qoyduq, qaldı da. At düşdü evlərim, ailəm. Neçə küçün ailə verirlər. Neçənci ildə köçdünüz? Mən 82-də gəldim. 82-ci ildə. Deməli, o dövrdə deportasiya, hələ sonuncu deportasiya olmayana qədər sizi sıxışdırdılar. Sizdən məcburi, könüllü olaraq köçmək olmağa köçdünüz də. Məcbur oldunuz ki, yerinizi dəyişib Azərbaycana gələk. Kəsə yollarından, Cərmə yolundan düz gəldim. Neçə uşağınız var? Mənim 4 oğlum var. Allah saxlasın. 11 nəvəm var. Oğlanların hamısı da könüllü müharibəyə getdi burada. Ara qarışlardan, Kəlbəcərdə, Yatsında, hələ nəvəm də gedir. Beytullah kişi, siz nə deyə bilərsiniz bu barədə? Siz də Güldüz kəndindənsiniz də, onsuz da Qaraqaya Güldüzdə çox da uzaq məsafədə olmayan bir hörməti bir insan. Bir yerdə olmuşuq da belə, məhbərgi yoxdur Qaraqaya və Güldüzdə. 88-ci ildə bizi çıxartdılar da. Hə, siz deportasiya vaxtı gəldiniz. 88-də gəlmişəm Qarabağa, Füzuli rayonuna. Füzuli rayonuna nəysə bizi başqa dağ yoluna gətirdilər. Mahsuni rayonu Xocavəngə, Xocavəng kəndinə. Xocavəngdə 3 ay qaldı, ondan sonra bayram gəldi, aşağımız. Bizi çağırdı qruba, icras elədik ki, biraz ermənilər Moskvaya zəng eləyibdi, bizi oradan narahat edir, torpaqdan çıxmalıyız. Həqiqi olan olmuş. Gözüm başı, mən durdum, dedim ki, bizi bu torpaq çöllərə sarıqlar. Biz niyə çıxırıq ki burada? Qıraqlığın dadı nədir? Gecə çıxmasan, vayenisi çıxardı. 3 gündən sonra Rus vayenisi gəldi. Kəndin ortasında otururduqsa oğlan cəmaatını. Vayenin pasportumuzu alırdı, baxırdı ki, Ermənistanlı yerdə çıxır. Fikir ki, elə vəziyyət yaratmışdılar ki, deyirlər sizə maşınla verir, necə bu kəndi Quran tərbiyə. Siz ora gələndə o kəndə yerləşmişsiniz. Cəmaat, deməli, 170 ailə, 170 dənə ev vardı. 6 bizim idi, üst olmaq. Boşaldırdılar, altın tərbiyədə bizə evləri. Üstündə amma onlar yaşayırdı. Onlar deyəndə kimdə? Ev sahibləri. Ev sahibləri Azərbaycanlılar idi. Hamısı Azərbaycanlı. Deməli, belə çıxır ki, siz öz doğma torpağınızdan bir dəfə deportasiya oldunuz ora, gəldiniz Azərbaycana və Azərbaycanın o vaxtki hakimiyyəti Bayram Bayramovun başçılığı sədri ilə yaradılan Qarabağ Komitəsi deyilən bir şey vardı. Onlar sizi ikinci dəfə oradan deportasiya elədi. Oradan da gəldim.
Oradan da birbaşa Geldim bura. bu vaxtdan da Yok, vaxtdan da burada yaşayıram. 88'den gəlmişəm, vaxtdan. Bu kəndi vaxtdır ki, burada səfalı yerdir. Yəni görsənir ki, Qaradəyədən çıxanda cəmaət seçim edəndə ən azından o təbiətə uyğun yerlər seçilir. Hal-hazırda düşünürsünüz Qaradəyə. Bax, dövlətimiz siyasəti ondan ibarət ki, xalqımız geri qayıtmalıdır, Azərbaycan torpaqlarına. Əgər belə bir şey olarsa, geri qayıtmaq, dövlətimiz tərəfindən xalqımız geri qayıtsın, orada yaşasın, baba torpaqlarında. Geri qayıdarsınız mı? Allah mən üçün qayıdıram. Oralar necə qalıb xatirinizdə? Bax, o yurd yerləri, o toponimlər, o bulaqlar, sular, yaylaqlar, yer-yurd adları. Təbii ki, burada səfalı yerdir. Bəli. Çünki bizim Dərə-Ləz mahalına uyğun bir yer seçim eləmişsiniz də. Dağın ətəyidir, görünür ki, yaxşı bağlı bağatlı yer olubdur. Yaxşı belə vaxtında imkanlı bir savxoz olubdur bura. Görsənir ki, cəmaatımız da bura uyğun yer olduğu üçün seçibdir. İndi artıq bilirsiniz ki, Qərbi Azərbaycana qayıdış konsepsiyası var. Bu qayıdış konsepsiyası çərçivəsində biz Qərbi Azərbaycanlıların əsas məqsədi geri dönmək. Ata-baba yurdumuza geri dönüb, o torpaqlara yenidən sahib çıxmağımızdır. Əgər sizə bugün, sabah təklif olunarsa, qayıdarsınız mı o yerlərə? Əlbəttə qayıdarıq. Qayıdarıq. Əslində biz ora lazımdır. Orada cəmaət getdi. Ağacı, qoz ağacın zadını kəsdilər, saldılar yola. Ki, maşın keçmiyor. Ələcdən aşağı, Osunda bəli. Ələcdən aşağı, ağaçları kəsdilər, saldılar yola. Gecənin bir vaxtı vay düşdü ki, ermənilər Ələyəz kəndinə baskı edir. Bütün qız, gəlin qaldırır, təmiz uşaq, yığın maşına gətiriblər biz tərəf. Bizdən də yola salır, Qaraqayaya ya da Gədikən. Çünki axırı kətlər bunlardır, baxınız ki. Ki qız gəlin salamat qalsın da uşaq. Nəysə, ta qaldı. Qaldı, səhər açıldı, dedilər ki, 100 nəfər Azərbaycanı öldürdülər. Həqiqi deyilir və o da getdik ki, yalandır. Azərbaycanımıza deyilir, onlar 2 dənə bayavik vurublar verizdə. Bizimkilərdən də müştəmlər. Ələyəz kəndinə, birinin adı 2 qardaş, Səməd, Məmməd. Elə, verizdə də vurmuşlar. Ondan ötəri gəldilər, prokuror zat gəldi, bu dəriyə orada çox söylədilər ki, bunu bilələr kimdir də, Satqın var, mənə millət olur olsun. Onu onlara məlumat vermişdilər ki, filan kəslər var orada. O da çağırır, Calal vardı, Paşa vardı, Allah Paşa'ya rəhmət eləsin, bizim o dərədə sokuz. Paşa'ya deyirlər ki, ya, o uşağı o kətdən çıxardım o adamı, uşaqların da özündə, onları aparacaqlar. Onun birinin oğlunu apardılar. Onun oğlu da biri Mərsəyə yoldaşıdır. Qoşu kəndində orta məktəbdə bir yerdə oxuyur. Nəysə, getdilər, tapdılar. Uşağı tapdılar, həmən oğlanı. Kəndin adını bilmər, kəndin. Oradan tapdılar, uşağı salamat getdilər, çıxartdılar atasının yanına. Verdilər, gecə ilə uşağı oradan çıxartdılar Naxçıvana. İndi yəni orada o qalmış şeylər hamısı bax, yox yerləri var, nə Bəxtdərədir, nə bilim Tursudur, nə bilim oradan keçdin Alagöllərdir, oradan bir yenə gəlirsən Taxtayurtdur, oradan bir yenə gəlirsən Soyuqbulaqdır, Üversdir, sonra hərlənib gəlirsən bir yenə Qaraqaya tərəf, böyük Soğanlı, baş soğanlı, Murtuzayurdu, Arayurdu, Çayyurt, nə bilim haradır, bunu yurt. Hele hamısı bizim yurtlardır, donma. O yurtların hamısı bizim oldu. 5 kimin oldu. Ondan sonra hadisələr oldu. Hadisənin ardıcılığı belədir. Demək, deyək ki, günüz birtəhər günümüzü yola verirdik. Gecə olanda şəxsən mən özüm, demək, bayırdan qapını bağlayırdım, qıfıl vururdum qapıya. Çarpayıda yatmaq söhbəti yox idi. Yerləri, uşaqların yerlərini aşağıdan salırdıq ki, deyək ki, pəncərədən gəlib baxan, eləyən onu beləsə, elə bilsin ki, evdə yoxdur, qapı qıfırlıdır, evdə yaşayan yoxdur, çıxsın, getsin. Vəziyyət o yeri gəldi ki, müəllimlər otağında otururduq, erməni müəllimləri deyildi ki, çıxın gedin də, burası sizin yurdunuz, yuvanız deyil. Rayona gedirdik, dəfələrlə olur, hərbi xidmətə çağırılanda, nə bilim, rayona xəstəxanaya gedəndə, gördün ki, münasibət başqadır. Gözürü deyirdik, xəstə gətirmişik, xəstədir, ölür.
yaxınlıq eləyin, kömək eləyin, yardım göstərin. Qulaq ardına verib çəkilib gedirdilər. Zor bələ ilə gedib həkimin yaxasına yapışırdıq ki, biz də insanıq da, bizə də normal münasibət bəsləyin, bizim də xəstəmizə baxın. Yəni bunların hamısını yaşamışıq. Rayon mərkəzinə gedirdim, düşün olurdu, un verməyə, pal-paltar almağa, gördüm. Ha, Türk, nə eləyirsən burada? Çıx ki, burası yeriniz, yurdunuz deyil. Hələ belə deyim, ay morla, belə də ifadə işlədirlər. Ay morla, çıxın gedin. Biz də deyirdik, mən də deyirdim, məsəl üçün deyirdik ki, bizim vətənimiz bura olur. Biz burada boyu başa çatmışıq, doğulmuşuq. Niyə getməliyik? Niyə vətənimizi tərk eləməliyik? Amma 88-ci ildə artıq, belə deyim, vəziyyət daha da gərginləşdi. Bizə baxdıq ki, yaşamaq mümkünatı yoxdur. Hökumətə müraciət elədik. Ki, bizim təhlükəsizliyimizi təmin edir. Təmin edə bilmirsənsə, yolu açın, yolları bağlamışdılar. Məqsəd qırmaq idi. Yolları bağlamışdılar. Hətta Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsindən də ora nümayəndə gəlmişdi. Müraciət elədik ki, əgər bizim təhlükəsizliyimiz təmin olunmursa, biz rayona gedə bilmirik. Artıq xəstəmiz var, rayon xəstəxanasını apara bilmirik. Kəndlərimizdə, belə deyim, xəstəxana yox, həkim məntəqəsi fəaliyyət göstərmir. Bu insanlara necə yardım eləmək olar? Məcburiyyət qarşısında qalıb çıxdıq. O vaxtda mən də Uşaki kəndinə gəlmişəm. Elə birinci, 88-ci ildə. Sonradan Bakıya getdik. Yəni evlərimiz, eşiklərimiz belə deyim ki, hamısı nə dəyişdik, nə bir şey elədik, qaldı ermənilərin. Yəni bu infrastruktur qəsdən yaratmırdılar ki, cəmaət buradan köçsün getsinlər. Yəni belə deyim də, 8 yoldaş qeyd elədi, 8 kənd. 8 kəndin heç birində xəstəxana deyiləcək yox. Bir qovşuqda tibb məntəqəsi var idi. Sonradan deyək ki, əvvəlcə bir orta məktəb idi, qovşuqda. Deyək ki, biz öz kəndimizdə ibtidai məktəb idi, 4-cü sinifə qədər oxumuşduq. Sonra Gülü düzünə gəlmişik. 8 ili bitirəndən sonra qovşuq kənd orta məktəbinə getmişik. O dərə üzrə əvvəlcə bir orta məktəb oldu. Sonradan Qabaqlıda açdılar, Ələyəzdə açdılar, belə. Yəni vəziyyət getdikcə gərginləşir. Siz bir ziyalı kimi, həm də bizim üzərimizə düşən bir missiya var da, biz bunları yerinə yetirməliyik. Hər birimizin borcudur. Axı bizdə indi gənc nəsil yetişir də. Burada indi burada ətrafımızda oturan gənclərimiz var, bizim gələcəyimiz var. Və bunlara heç kimə sir deyil ki, yəni oradan axırıncı çıxan adamın ki yadında qalan. Bugün bir 45-50 yaşı var da, ondan aşağı yaşlı olan insanlar o yerler haqqında məlumatı yoxdur. İndi bunlara, bu gənc nəslin istər təhsil müəssisələrimizdə, istər belə öz aramızda, bunlara o yer, yurt haqqında və ya o toponimlərimiz